Yarağayevin start fiti səsləndiyi beləliklə hər iki komandaya uğurlar arzulayırıq. Naxçıvan və İmişli təmsilçilərinin duelində bol qollu, məhsuldar görüş izləyəcəyimizi ümid edirik. Yaxşı oynadı indi isə növbə. Küncdən zərbənindir. Qapı qarşısına doğru ötürmə gəlir. Boşlu zərbə! Top qapının üstündən keçdi. Ziri təkrarı. Qarşısına ötürmə yaxşı alınmışdı. Bəxtiyar da elə də pis zərbə indirməmişdi. Lakin yekunda top qapının üstündən keçdi. Fernandez, topladı Fernandez, ötürməsi. Yaxşı alındı burada Ceyhun Nuriyevə. Rövlan Muradov. Rövlan yenidən Ceyhun Nuriyevə doğru ötürmə. Ceyhun qapı qarşısına doğru ötürmə edilir. Qapıya zərbə! Boşla zərbə! Burada əl oynuyor Augusto. Baxırıq, qapı qarşısı əl ötürmə. Silvester, daha bir ötürmə. Burada əl oynuyor. Araz Naxçıvan müdafiəsi İmişlinin hücumu davam edir. Fərid Nəbiyev. MKT Arazdanski, az öncə haqqında bəhs etdiyim liqada uğurlu olmuşdu. Uzun ötürmə gəlir Muhammed Mara. Başla zərbə və necə bir məqamda qolu vurmaq mümkün olmadı. İziri təkrarı. Başla zərbə Yusuf İmanov. Ardıca Abdullah Sudin'in etməli olduğu. Sadəcə və sadəcə qısa bir toxunuşla topu qapıdan keçirməkdir ki, bu da alınmadı.